Necə yəni? Bu nə deməkdir Murad? Nə danışırsan? Eşitdiyi. Mən belə cəzalandırırsan sən. Bu cəza deyil ki. Bu sənin ağlını başına yığmaq üçün, elədiyin səhvi görmək üçün sənə verdiyim vaxtdır. Bəs mən dərslərim necə olsun? Mən uşaqlara nə deyəcəm? Sən heç kimə heç nə demək məcburiyyətində deyilsən ki. Dedim getməyəcəksən, vəssalam. Sənə hansı mövzuda inandım, o mövzuda da məni sındırdın. Murad, sən özün də sev... Telefonu mənə ver. Nə var qaqaş? Eləmə belə, mən söz verirəm, mən sənin sözündən çıxmayacağım. Mən sənə indiyənə qədər inandım. Bundan sonra sən hətta belə evdə də olsan belə, yatanda da, duranda da, yemək yeyəndə də mənim xəbərim olacaq. Murad. Sənin təhsilin qutardı. Nə evdən bayıra bir addım atacaqsan, nə də bu telefonu görəcəksən. Gedirsən rayona, vəssalam. Murad, nə olar, bırax gedim də, eləmə belə. Murad. Murad, qurbanım, eləmə, Murad, aç qapını. Murad, yaxşıdan eləməyəcəm bundan sonra, sözünə baxacam nə etsən, Murad. Ne dedin? Sen demişsen ona geçsin. Hə, mən demişəm. Ümmi sen kovmusan ha onu? Ha? Ne demişsen ona? Ha? Hansı zəhərli sözlerinden zəhərləmişsən onu? Dedim ki, bizim həyatımızdan çıxıb getsin. Sen necə elədin bunu ha? Mən her yerde Gülşen'i axtaram, bilirsən sən! Daha yaxşı. Bundan sonra axtarmarsan da. Sen niye başa düşmürsən ha? Sen niye başa düşmürsən? Mən o kızı sevirəm! O kız da məni sevir, niye başa düşmürsən sen ha? Sevirdisə, niye mənim bir kəndlərə çıxıb getdi? Bəlkə mən onu sinirdim ha? Niye getdi? Çünkü sen ona ağzıva gələn demişsən. Gülşen, yakınlarda göre canından kesen adamdı. Başa düştün sen. Canından kesen adamdı. Sen onu yaxşı tanımadın. Sen onu yaxşı tanımadın. Mən səni tanıyıram, səni. Başını alladırsan. Sen ona bağlanmışsan. Sen onu elə bilirsən sevirsən, amma sevmirsən. Elə bil yuxudasan. Ne nağıl danışsan sen? Ha? Ne nağıl danışırsan sen? Heç də keçməyəcək. Başa düşürsən? Heç də keçməyəcək. Oğlum hər bir valideyn öz uşaqlarını sıxma boğmaya salır. Onları qorxudur. Amma onu bilin ki, sizin gələcəyiniz üçün eləyirik bunu. Gələcəkdə sən mənə sağ ol deyəcəksən. Sən mənim vəziyyətimi görmürsən ha? Görmürsən mənim vəziyyətimi? Necə eləyə bildin ha bunu? Necə eləyə bildin? Görürəm. Sənin vəziyyətini görürəm. Elə ona görə də sənə kömək eləmək istəyirəm. Bir qız ki, getdi düzələcəksən. Anan yanındadır. Heyf ki alamsan. Heyf. Ne olacak? Ailə həyatı quracam da Rüstəm. Düzdür, mən onu tanımıram, amma ailəm yaxşı tanıyır. Fikri də ciddidir. Onda belə çıxır ki, o ələ gedəcəyin oğlan hündürboy kök oğlan deyil ha? Yox, məncə elə deyil. Xoşbəxtəm. Çox sağ ol. Bircə bilsəydim mən ona kim tərifləyib, çox sağ ol deyərdim. Borclu qalmağı sevmirəm.
Deməli o gələn kişi oğlan atasıymış da. Kim? O kişi də o gəlmişdi bufetə, səni soruşurdu. Mən də dedim tanıyıram, təriflədim də səni. Deməli sən məni ona tərifləmirsən? Çox sağ ol Rüstəm. Çox sağ ol. Sənə söz verirəm ki, toyumuzda da birinci dəvətnaməni sənə göndərəcəm. Çox sağ ol. Dilin qurusun Rüstəm. Sənə lazımdır bu. Hə? Zəlil ol. Fikret mənim. Dünya yəni bir olar, mən bunları ömür boyu geyinmərəm. Yəni bunları mən geyinmərəm. Niyə? Geyinənlərdə sən artıqsan? Müəllim, bunun nə canı var? Buraxın getsin də, elə özü pol taxtası boydadır. Ay qız, sən qarışma. Sən qarışma. Sən də hoppanıb düşmə. Bugün işini qutarırsan, eşitdin? Fikret mənim, yalvarım, qurbanım nə olar. Mən uşağım, uşağın əlində buraxma, qurbanım nə olar. Başqa cəza verin, yalvarım. Mən istəmişəm, atamdan ayrılmamışam. Səsini kəs. Sənin kimi oğlum olmaqdansa 100 dənə qızım olsun. Deyəsən sən başa düşmədin, hə? Qurbanım, Söz çatmadı sənə? Nə olar Fikret mənim. Geyindirin bunu. Xaçəm, geyindirin. Başqa cəza verin. Fikret mənim, nə olar. Fikret Nə maşinik adamsınız siz? Biz boynu bir yerdə qurmamışdıq, hə? Özü sudan quru çıxardırsınız, hə? Eyb yox, borc olsun mənə. Eyb yox. Kəsə! Bir adam buna kömək eləsə özündən küssün. Heç kəs yaxın durmuruna. Eşitdiniz? Cavab çıxsın, təmizləsin. Yox, narahat olmayın müəllim, siz gedin. Özümüz həll eləyəcəm. Bizi ekstaz istəyir. Çox yaraşıb, Nüsrət deyirəm sənə. Əsl belə sənlik. Başına yarışır. Nüsrət, siz evdə neçə bacı idiniz, hə? 6 bacım səni ağlasın ya. Ağlasın 6 bacım səni. Ha, Nüsrət. Bu nə vəziyyət ola? Nə gündəsən sən? Dur qəsəbdir. Nüsrət, neyinirsən? Fikrət mənim cəza verib, bu da iş. Cəhənnəm olar. Zor eləyib, ha? Fikrət müəllim! Nüsrət işin görmür, danışır! Üç sənə söz deyəlim sən. Sən görüb başına film batlasın, yəni. Başın yansın. Başa düşdün? Bu ne bilmiyorum. Eşyalar gəlin gedək, Nüsrətin işi çoxdur. Hələ pəncərə siləcək, ayaq yolunu yuyacaq. Ağırlı ol. Bacı, yaxşı silir. Kimsiz də siz də var mı? Dursun şuna burada. Sən qoyunu da demə burada mən çəkdim. Allah, bax təmizlə hamısını. Niyə? Təmizlə. Niyə? Quzu kəsərəm sənə. Sən kimsən? Mən starosta. Gözüm aydın starostasan. Yana ne bir dənə? Kaldurdu sən atqıcatsan? Əfəkəz! Bəli! Bütün üniversitede gözəl atını sattı. Gözələ icazəsi olmadan buradan bir kuş da uça bilməz. Başa düşdün? Niyə? Xarici pasportu yoxdur? Sən başın delirtmək kağızın yoxdur. Delirtmək kağızın. Başa düşdün? Bir də təmizlə. Gəlmir buradan. Şikayət qalasın siz. Şikayət qalasın. Bilətənmi? Şikayət qalasın. Gəlmir oradan. Ay Nüsrət. Nədir? Kömək eləyəcəm də mən sana. Güzel. Sen
Bu sana... sana çok güzel yaraşır. Güzel yaraşır. Buyur. Sevgi. Tezahür. Sürahi. Yaxşılarımızda, yaxşılarımızda. İşte bu. Ulan yak dibleriyle. Küncü de. Sen ev temizlememişsin. Sabah bir gün gelin geldi. O kağıdı bir... Təcillər görsən, Fikret mənə iş tapsırıb. Sən nə sürəmsən burada? Nə sürəmsən? Ay qız, sən nə gəlsən burada? Sən nə gəlsən burada? Sirkdə meymunzad qaçıyıb, buna baxırsan. Burada meymun oynadır burada, ha? Get şimdi al yine. Şimdi hadi, tutur mu? Şimdi hadi, ha? İşini tez tutar. Yoksa o biri korpusta sildirirəm sana. Eşittin? Lazım sen aynen, sen benim şas yaptın aynen. Sen şas lazım burada. Bir defa mücahit, ellerim, küleylerim kararlı oldu solda. Canımım temizledim. Temizledim alsın. Temizledim. Şas lazım. Mücahit edeceğim. Sinir lazım. Bu şehrin Yasemen'de ne işi var axı? Şehirdir də, Yasemen'de de olar, məndə də. Amma yox, mən heç eşitməmişəm bu şeiri. Kimdir bunun müəllifi? Hardan tapacağım onu? İnci? Yaxşısan? Hə, Doğrudan? əslində sizə görə pis olmuşam. Həm də əsəbləşmişəm. Mənə görə niyə? Banu ilə danışdım. Dedikləri xoşuma gəlmədi. Nə dedi bana? Niyəsə sizə qarşı aqressiyası var. Amma niyə olduğunu başa düşmədim. Bilmirəm. Bəlkə qardaşına rəqib müəlliməm ona görə. Banu da elə dedi. Elə ən çox da bu xoşuma gəlmədi. Düzdür. Murad müəllimlə çox ortaq cəhətiniz var. İkiniz də tələbələrinizdən səmimisiniz. Məsləhət verirsiniz. Şeiri sevirsiniz. Düzdür demə? Şeiri sevirsiniz. Hə. Sən nereden bildin? Deyəsən bir psixoloqla eyni evdə yaşayıram. Hansı şeiri sevirsiniz? Şiirin ya şairin fərqi yoxdur. Əsas şiiri deyən elə deməlidir ki, onu mənə sevdirsin. O da yəqin ki, özəl biri olmalıdır, hə? Yəqin.
Mən gedim. Ayda bu qızı niyə zəng çatmır? Mənim ürəyim pırtdı dediniz. Uşaqlar, istəyirsiniz? Deyirəm, Fikrət müəllim əla elədi, əcəb elədi, Nüsrət hələ oldu azdı. Hayır, ürəyimdən tikan çıxdı. İstədim ki, həmin vaxt o Fikonu bərk qucaqlayım. O Taxtabaş həmişə deyir ki, mən Fikrət müəllimi həmişə özümə ata bilmişəm, ata. Mən də onun kimi də. İtin adını çəkmə də. Bugünü hamı yadda saxlasın. Nüsrətsiz bomba bir gündür. Biraz sakit danışın, imkan verin jurnalı yazaq. Sizin Nüsrətdən başqa mövzunuz yoxdur. Onu da nəzərinizə çatdırım ki, Nüsrət olmasa bu qrupun dadı duzu olmaz. Qardaşımsa bir dənə söz deyim. Bu Nüsrətdə D hərfində heç nə yoxdur. Duzsuzdur. Sən niyə əsəbləşirsən, ey gözəl? Nüsrətdən başqa sonra kim yoxdur dərsdə? Banu. Mənim Aydan, Gülşən, bir də Mahir də yoxdur. Aa, sən özün niyə ortalığa sorsan ha? Starsız atsa? Buna baxın. Oradan Mahir oradadır. Allah nə bilim, yenə gedib Gülşən artdırır. Cəmaatdakı bəxtə bax, dağ-botda oğlan düşüb dalıcan, yenə də naz eləyirik. Əsas, müəllim, o 3 nəfərin adını yazdırmışam dekanlığa. Banunun da adını yazdırım, niyə gəlməyib? Banu bir müddət dərsə gəlməyəcək, dekanatlığa dözüm demişəm. Doğrudan müəllim, niyə gəlmir? Mənim belə problem var, xəstəlik zadı, qrip var. Yox, problemimiz adı yoxdur. Nə deyirsən? Olar çıxımı. Olmaz. Uşaqlar, çoxdan da müəllim şeir demirəm. Deyirəm, bəlkə bir şeir desin, bu gərginliyi çıxaq. Məncə yaxşı fikirdir. Ürəyimizi qırmayın da müəllim. Meyxanadan zatdan deyin geçsin. Hə müəllim, deyirsiniz şeiri. O piknikdə dediyiniz şeir var idi, sev qız. Məncə onu deyin. Həyə müəllim, hamı xoşuna gəlmişdi o şeir. Nə olur, deyin də onu. Please. Doğrudan müəllim. Şeirin müəllifi kim idi? Uşaqlar, indi o halda deyiləm, başqa vaxt deyərəm şeirdə. Sənə xüsusən müəllifində deyəcəm. Olmadı ki, müəllim. Dərs bitdi, azadsız çıxa bilərsiniz. Uşaqlar, gəlin gedək görək taxta baş neyir orada. Durun. Səndən bir şey xahiş edəcəm, mən yox demədən nə olur? Nədir götürəm? Banu gilə gedə bilərsən. Git dərsə niyə gəlməyib? Telefona da zəng çatmır, nə olur? Duram. İnciməyə bu dəqiqə o arada deyiləm. Başqa işlərim var. Banu, görsən həməyə Banu deyirəm. İnci
Nə olar get də. Elə bir qardaşın xahiş edirsən də. Xahiş edirəm. Çox pis vəziyyətdəyəm, nə olar. Ki, özüm gedə bilmirəm, ona görə deyirəm sənə. Nə olar get də. Yalvarıram sənə. Gülşen! Gülşen aç kapını! Gülşen'den bilen buradasın, aç kapını! Gülşen! Gülşen aç kapını! Sen de buradasan Mahir. Sen bilsen ha buradadır Gülşen, ha? Ona göre gelmişsen bura. Düzünden Aydan ona göre gelmişsen bura. Aydan, mektubu da bir yerde yazmışsın ha? Mektubu da bir yerde yazmışsınız. Mektub nedir? Gör bilmirsən hansı məktubdur, ha? Gör bilmirsən hansı məktubdur, ha? Gülşen aç kapını! Gülşen aç kapını! Mahir eləməz. Mənə deməmiş getməz Mahir. Bu nə deməkdir? Aydan nömrəsi də zəng çatmır. Hara gedib bu qız? Hara gedib bu qız? Aydan. Düzün nənə, hara gedib bu qız? Vallahi bilmirəm. Elə bildim əsəbidir. Gider 2-3 günə qaydar. Axtarıram da, mən də sənin kimi axtarıram. Aydan düzün denə mənə. Düzün denə mənə. Burada da Gülşen, ha? Burada da Gülşen. Sən düzünü denən, elə sən düzünü denən. Yalandan demirsən də bağışlamışam. Ne demirsən? Qız ağzına gələn demirsən. Hara gedib bu? Nə demirsən? Mən deməmişəm. Mən deməmişəm Aydan. Anam deyib. Anam deyib ki, çıx həyatımızdan. Anan qovub Gülşəni. Ölürəm mən Aydan. Ölürəm mən. Ya məni vurun öldürün. Ya da o kızı gelin deyin mənə. Vallahi bilmirəm. Mahir, bilmirəm. Bilsəm gətirərəm də tutarım qolundan, vallahi gətirərəm. Sənə yine məktub yazıb, sağollaşıb mənə bir kəlmə demədi Mahir. Bir söz demədi, çıxdı getdi. Bacı kimiydi ha? Bacı kimi? Ama bir dənə sağollaşmadı. Getdin hə Gülşən? Yaxşı yol. Banu, evdəsən? Hə, İnci, evdəyəm. Aç da qapını. Aça bilmirəm axı, Murad bağlayıb gedib. Mən qoymur bayra. Trola görə eləyib, hə? Hə, nə qədər yalvardım, buraxmadı məni dərsə. Bugün də dərsdə dedi. Dedi, Banu bir müddət dərsə gəlməyəcək. Trol yazıq dəli olub, sənə neçə dəfə zəng eləyib. Telefonumu da əlimdən alıb, heç kimə xəbər eləyə bilmədim. Çox pisəm, İnci. Nənəmin yanına göndərmək istəyir məni. Mən Troldan ayrılmaq istəmirəm, İnci. Qurban olum, kömək elə də. Banu, qorxma, hər şey yaxşı olacaq. Bu aralar Murad özündə deyil. Desə onunla ciddi danışmalı olacam.
Tural öyrəndim. Banunu dərsə qoymur, qapını da bağlayıb gedib. Hə, bir dəqiqə gözlə. Tural, telefonu mikrofona qoymuşam. Hündürdən danış, o sən eşidəcək. Banu, sən də səsini çıxart. Ya, Banu. Banu, eşidirsən məni? Qorxma. Tural, eşidirsən məni? Tural, mən səni çox istəyirəm, eşidirsən? Banu, narahat olma. Özünə el al, hər şey yaxşı olacaq, Banu. Mən də səni çox istəyirəm. Eşidirsən məni? Mən də səni çox istəyirəm, Banu. Tural, mən sənin səsini yaxşı eşidə bilmirəm. Nə olur, dəli eləmə, qurban olum, yaxşı? Banu, eşidə bilmirəm, nə deyirsən? Eşidə bilmirəm, narahat olma. Gələcəm yanına, onsuz ürəyim partlayır burada. Gələcəm yanına, narahat olma. Öl Nusret, öl. Mamam bugün görmedi Nusret, öl. Mamam görsə tüpürərdim mənim üzümə. Deyərdi, mən sən oraya elm öyrətməyə göndərmişəm. Savad almağa göndərmişəm, nəyə göndərmişəm, burada zırrama kim gəlib burada. Görmən nə işə düşdüm Allah. Öl mamam görməkdə, mamam. Bugünü görsəydi, elə Mənim, hara gedirsin? Hara gedirsin mənim? Bilirəm, bu dəqiqə ən çox deyəcəksiniz ki, ərə gedirəm. Yəni, o cavabı vermək istəyirsiniz mənim. Amma bizim bu usta, apaq, gözəl olan yerdə ərənə deyilsə, belə dükana da getmək istəmərsin, bilirəm. Yəni, torbada bir şey var, hə, dəhcər. Mən kimdir, deməyəcəm, özümüm deməyəcəm. Nüsrət! Mənim, yaxşı, nəsə, qoy sözümü deyim. Mən dərsə qəşəng hazırlaşmışam, qoy danışım, xahiş edirəm mən. Sən get işivi gör. Mən bu belə edirsiniz ki, mənim qarşımı kəssin, mən savad almaq istəyirəm, elm öyrənməsin, mən nə şey eləmişsiniz ki, mən... Nüsrət, sənin kimisini universitetdən qovmaq lazımdır. Qızqat, mənim yaxşı fikirləşin. Vallahi bu fürsət bir dərdə düşməyəcək. Nüsrəti siz bir də... Qız qalın, mənim, qız qarıyım. Qarın qalın evdə. Qarın qalın evdə. Siz alamasın mənim yüzümə lənət. Bu fikodakı başım batsın, mən bu navaxtaki bunu zibil edeyim. Qalacam, başım batsın aydan səni, mənim başım batsın. Ay, nədir? Ay, malzara o tərəfdən gəl, o tərəfdən gəl. Oha, yürü, o tərəfdən gəl. Oha, yürü, ayağın qaldır. Hələ, get, ayağın qaldır. Ayağın qaldır. Buna bax, inər mən işidir. Qaldır da. Ola bunu da. Nüsrət, nə var? Gəlmişik səndən bir məsləhət almağa. Necə sözün deyil? Sən bir evdar kişi kimi bizə məsləhət veriyorum. Bax, yemək yerindən sonra bu qabı nə ilə yuyaq? Şampunla, sabunla yoxsa paraşüt? Ayınladır. Dur, ləhdə orada. Fikrət Ay, nə saçma adam. Şikəst qalasın sən, salak qalasan səni. Ayağın qaldır, ayağın qaldır. Görsən, görmürsən, ayağın gözün altını görmür. Gözün... Nüsrət, sən də tutarmamsan? Ölün yerə kimi. Biriniz bizdən kömək eləmədiniz. Utanmaz hələ soruşursan. Biriniz bizdən kömək eləmədiniz. Nətər biz qrup yoldaşıq, hə? Qaldır ayağı. Tıtlama, da burada tıtlama bunu. Zibili. Sən nə deyir? Nə gözüdür sən? Təkim tərəfə. Sənə görə oldu, sənə görə. Yusuf, sən burada nə edirsən? Canı qazdar eyləm. Canı qazdar eyləm. Görmürsən burada nə qədər? Sənə görə oldu, belimin arasını təpələnmirəm mən. Yusuf, keyfim yoxdur, əl çək. Yaxşı olsan, cəhənnəmə yaxşı ol. Cəhənnəmə pis ol, daha da pis ol. Ala bir dəqiqə. Nə düşmüsən qızın üstündə? Nə düzləm, nə yaxşı eyləm. Nədir? Siz oxuyasınız, savadlanacaqsınız, mən bir savad qalacam, hə? Bəlkə mən elə gələcəyim biznes milyon olacam. Niyə qarşımı kəssiniz? Niyə də niyə? Qarın ayaqlı. Ayaqlı qaldı. Niyə belə satqınlıq edirsiniz? Niyə də niyə? Şərəfsizliyi harda öyrənmişsiniz? Ayaqlı qaldı. Ayaqlı qaldı. Utan, ayıb olsun. Sənə görə. Tərpənənmirəm, belimin axsından tərpənənmirəm. Ayıb olsun. Hə. Qızla nə işin var? Yaxşı eləm, nədir? Kimsən, Kimdən, hə? Hə, nədir? Fikrət müəllim!
Azar, azar, azar. Aydan, sən narahat olma. Bu işdə hamımızın əli var. Bayram. Qabiliyyətin qalacağın olsun. Xalqın uşağı niyə ağladırsan? Cəhənnəm ağlasın. Düşmənmə də arzulamaram ki, o kimi qız olsun. Ne yaptın? Yığıştır ha. Yığıştır da semkan yığdı. Fikret müəllim! Canınız azar! Ne olup burada? Deyirəm ki, hamısını təmizləmişəm, süpürmüşəm. Yani uşaqlar sağlıqçı gəlin təhvil təhsil. Sana ne iş görmüşsən? Ha? Kapılar nedir? Temizle görüm tezele. Vermədir, Temizle. Beğendirme. Böyle gör. Eğil aşağıya. Eğil aşağıya. Elinle. Sen yana. Tezele. Ben yani ömrümde elle süpüren hiç öyle şey görmedim. He, lazım gelse dilinle de süpüreceksin. Tezele. Gel o. Dönme. Avaranın biri avara. Tezele. Temizlerim. Zeril kalasın. Ayda. Atası da deyir ki, oğlum oxuyur. Anası da deyir ki, makaron kızım ben. Elbette. Çıkın da bana. Çıkın bayrağı. Yaxşı, biz gedək. Sən də daha çox qalma da, gəl evə. Çık bayrağı. Toz bası Çık be. bayrağı. Bacı, tez gəl. Çık bayrağı. Çık bayrağı. Bunu da təmizlə. Bayrağı. Su, ay su. Hadi sen de cehennem odaya bayrağı. Koy ben süpürçemle teşbeşeş kaldım da. Tural. Tural yox. Bir gün səsini eşitməyəndə, üzünü görməyəndə dəli olan adam, dəli. Tural, mən də səni görməyəndə dəli oluram, səs eşitməyəndə dəli oluram. Murad bağlayıb qapını qoyub məni içəridə, heç yerə buraxmır məni Tural. Banu. Murad qoymur, mən gəldim. Görsən. Bəlkə səni qorxutmaq üçün belə eləyir. Sən Muradı tanımırsan Tural. Mən onu heç vaxt belə görməmişdim. Əvvəllər mənim telefonuma heç baxmırdı da, indi telefonumu əlimdən alıb. Kəndə aparmağından qorxsan, Banu. Qorxma. Qoy dünyanı lap o başına aparsın. Mən yenə də səni görmək üçün gələcəm. Dəlisən sən. Mən səndən ayrılığa necə dözərəm? Banu. Onsuz bizim qabaqda bir il ayrılığımız var da. Nə ayrılığı Tural, nə danışırsan sən? Şirkin əskər gedəcəm də mən dərsdən sonra. Universiteti bitirib əskəriyə gedəcəm. Onu deyirəm. Onu bilirəm Tural, bilirəm onu. Gözləyəcəksən də məni, gözləməyəcəksən. Banu, istəyirsən qapını sındırım. Eləmə Tural, eləsən bax Murad yenə əsəbləşəcək. Dayan. Sındırım ki, çirkin üzünü görüm də. Deyəsən elçilər gəlib hə? Yox, elə gəlməyiblər, amma bugünə sabaha gələrlər. Qaynaton da gəldi. Nə? Qaynatam? Qız qayıt. Salam əmi, xoş gəlmisiniz. Əmi? Əmi nədir?
Məndən soruşduğunuz gəlin babudur. Kişi, sən nə danışırsan? Gəlin nədir? Mən onu özüm almaq istəyirəm. Gəl. Üzr istəyirəm Fikrət müəllim. Olar? Gəl görüm. Sən burada nə edirsən? Dərs qurtarmayıb? Qurtarıb. Amma sizə bir söz deməliyəm. Nə sözdür? Fikrət müəllim, əslində... Ay qız, nə mızıldanırsan? Sözünü də görək. Sizin stola kley tökmüşdülər. Tökmüşdü. Cəzasını da aldı. Əslində... Nüsrətin heç bir günahı yoxdur. O kleyi sizin stola... Mən tökmüşdüm. Oy Fiko. Sənə görüm ömür boyu mənə möhtac olasan ay Fiko. Səni görüm ömür boyu başıma tüy çıxmasın bala. Ay Nüsrət, adam ol da imkan ver, söhbət eləyirik. Ay Fiko, kefdəsiz bala. Ölürəm burada, siz orada laqqırtı vursunuz, nağarsız. Həmən canımdan əlləşəməyin ay bala. Nüsü, narahat olma, mən də vəziyyətim səndən fərqli deyil. Elə mən də can verirəm. Tural. Öyrənə bildin Banu niyə gəlmir dərsə? Murad müəllim bizim bir yerdə olduğumuzu öyrənib. Necə öyrənib ola? Kim deyib? Özünüz də deyiz? Valla qrupda bir dənə şərəfsiz var da, Pərviz. Keyb qoy müəllimin oxşuna. Bu Pərvizi də tutuzura bilməm, qardaş. Bu nə tər uşaqdır. Zakir müəllim hər gün öyle nəsiyyət verir. Bu da buradan alır, buradan bırakır, buradan alır. Bu nə tər oğuldur. Belə oğlum bu yerə soxun mənə. Sən danışdın üzüylə. Nə deyir? Mən də onu deyirəm də. Mənə də yada salın, arada, buradayım. Danışmamışıq. Ürəyim partlayır öyle. Danışmamışıq, amma bilirəm ki, mənə görə eləyir. Ya istəyir ki, qız məndən uzaq olsun. Tural, sən nə vaxta qədər qaçacaqsan? Get dedən müəllimə. Ya bu da lamuska boydadır, yerin altında bir üstündə bir. Bir faraqat yanında, bir türünü faraqat salır. İndi nədir fikriniz Tural? Nə edəcəksiniz? Qaqa, bütün gün fikirləşirəm. Mənim sizdən başqa heç kim yoxdur. Biraz mənə kömək eləməlisiniz. Qardaş, nə kömək lazımsa eləyəydi. 100%. Onda hazır olun. Banunu qaçırdıram. Axır ki tapdım səni. İtməmişdim ki, buradaydım da. Nəsə deyəcəkdin? Nəsə yox, çox söz.
Sən yaxşısan? Bayaq dərsdə də bir təhər idin. Hələ də deməmsən. Kim olduğunu. Kimin? Şairin. Başa düşmürəm şairin kimliyindən sənə nə? Çünki bilmək istəyirəm görüm. Şairsən. Sevgilin də Yasəmən mənim olub.